Ağlıma da gəlməzdi ki, evdə dondurma eləmək 10 dəqiqəlik iş imiş. Bu üsulla hətta yay boyu uşaqlarımız da sərbəst hazırlaya bilərlər. Trendyoldan aldığım bu lövhə sırf dondurma üçündür. Məhsulun linkini Qızmar Yay adlı önə çıxandan tapa bilərsiniz. Lövhəni 1 saat buzluqda saxladım. 33% qaymaq, mango püresi, bananı lövhəyə töküb əzməyə başlayıram. Üzərinə bal, quru süd əlavə eləyib dondurma halı alana kimi lövhədə döyürəm. Qeyd edim ki, hər çeşid arası dəmir lövhəni 15 dəqiqə dondurucuda saxlayıram. İkinci çeşid laym və mavi gilə ilə elədim. Eyni qayda ilə mavi gilə, laym qabığı, qaymaq, bal, quru südü lövhədə əzirəm. Rəngi, aromatı məni valeh elədi. Ən çox bəyəndiyimiz də bu oldu. Üçüncü çiyələk və ərikli elədim. Turş məzə alındı, amma bu da əlaydı. Axırıncısı isə sadəcə Nutella ilə etdim. Hamısını bitirib 30 dəqiqə əlavə buzluqda saxlayıb vafillərə yığdım. Siz mövsümündə istənilən meyvə ilə eləyə bilərsiniz. Açığı dondurma sevmirəm, amma bu reseptdə yox deyə bilmərəm. Yay boyu da tez-tez eləyəcəm. Bəs siz dondurma hazırlamısınız heç? Ümumiyyətcə hansı növlərini sevirsiniz?